salam. Hazırdır. Sağ ol. Bizim qardaş oğlu da uşaqlarını yaman istəyir. İkinci oğlu olanda yazıq kişi uşağı o qədər qulluq elədi ki, axırda bədbəxtin öz döşlərinə də süd gəldi. Xoşbəxt adamsan dadaş, dünya dəyişinə deyil. Gediş, gediş. Salam. Ay əleyküməssalam. Düz deyirlər ki, New Yorkda 3 dənə arban gəlib, yəqin eşitmişsən. Yox, eşitməmişim. Doğrudan. Amerikanın ən böyük bankini aparıbla özü də cəmaatın gözünün qabağında sabah nedeliyə olacaq. Çox sağ ol. Sənin üçün saxlayacam. Getdik. Salam. Xəbərin var 9-unda Sevdanın toyudur? İşə düşmüşük də. Bu da bir problemdir. Bilmirsən nə bağışlayasan? Teymur zəng eləmişdi? Yox. Eləyəcək. Deyəsən bu yaxınlarda ev alırsan. Paraxod düzəldirsən. İstintağı utarmaq lazımdır. Ortaya təzə şeylər çıxır. İstintaq müddəti biraz uzadılsaydı pis olmazdı. Heç olmasa yarım ay. Yo, heç yarım günə də ümid eləmə. 9-unacan qutar, vaxtı uzatmağa Gəl ixtiyarımız Moskvadan yoxdur. xahiş eləyək, istintaq müddətini uzatsınlar. Niyə axı? O idmançı günahını inkar eləmir, məsələ də aydındır. Bura bax, bəlkə çətinlik çəkirsən, köməkçi verək sənə. Lazım deyil. Bəla burasındadır ki, işi əvvəldən mən aparmamışam. İndi neyniyək? Qulaq as. Teymura nə bağışlamaq istəyirsən? Teymura ya Sevdiyə? İşin nə fərqi var? Bilmirəm, gülə bir şey alır. Yaxşı. Yadından çıxartma, 9-unacan işi xətm elə getsin. Yoxdur. Yoxdur. Burada da yoxdur. İçeride yoxdur. Yoxdur. İtib də. İtib. Əsəbiləşmə tapılar. Döşəyin altına bir də baxın. Yoxdur da. Oğurlayıblar. Bilirdim ki, axırda belə olacaq. Ürəyimə tapmışdım.